biz həmin qammanın işarəsini tapa bilərik. Məsələn, do majorisi bir işarə yoxdur. Do, yəni do asan bir şeydir. Bunu hamınız bilirsiniz də. Bir ton, yarım ton, bir ton, bir ton, bir ton, yarım ton. Gəlin midən götürək. Məsələn, midən bir ton, bax gəlib şu fa diyezə, o biri bir ton gəlir şu sol diyezə. Yarım ton. Yenə bir ton, bir ton, bir ton, yarım ton. Bax, görürsünüz, qamma alındı. Həqiqətən də mi major qammada 4 işarə var. Belə. Götürək məsələn fa majordan. Bir ton, yarım ton. Görürsünüz, si bemol. Deməli, fa major qammada si bemol işarəsi var. Yenə bir ton, fa, yarım ton. O zaman belə çalacağıq. Fa major qammasında bir işarə var. Bax, yəni ton tərkibinin əsas keyfiyyətlərini bilmək lazımdır intervalların ki, onu